Hörmətli xanım sədr, hörmətli cənab baş nazir, hörmətli millət vəkilləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, xanımlar və cənablar. 2026-cı ilin dövlət büdcəsinin layihələndirildiyi dövr, xanım sədr qeyd etdiyi kimi, Konstitusiyamızın 30-cu suverenliyimizin qazanılmasının 5-ci ilinə təsadüf edir. Bu il ölkəmiz üçün mühüm tarixi hadisələrlə yadda qalmışdır. Hər bir il üzrə hazırlanan dövlət büdcə layihəsi orta müddətli dövr üzrə sosial, iqtisadi və ekoloji çağırışları da özündə ehtiva edir. Bu çağırışlar istər qlobal, istərsə də ölkə səviyyəsində mühüm əhəmiyyət kəsb edən məsələlərin həllinə hədəflənmişdir. Ali audit orqanı dövlət büdcə layihəsi sənədinə rəy verən təşkilat olaraq bu çağırışlara dair öz fikir və gözləntilərini bildirir. Hörmətli millət vəkilləri, rəydə apardığımız qiymətləndirmələrin əsas nəticələrini diqqətə təqdim etmək istərdim. Hüquqi haqlara uyğunluq. Təhlillərimizin büdcə zərfinin, o cümlədən qanun layihəsinin büdcə sistemi haqqında qanuna uyğun tərtib edildiyini, qanun layihəsindəki göstəricilərin əsasən düzgün proqnozlaşdırdığını deməyə əsas vermişdir. Hesablama Palatasının əvvəlki rəylərində qeyd edilmiş əksər məsələlər büdcə zərfində tam və ya qismən nəzərə alınmışdır. Bundan əlavə, rayın hazırlanması prosesində müvafiq dövlət orqanları ilə müzakirələr əsasında büdcə zərfinin ilkin layihəsində düzəlişlər edilmişdir. Bununla yanaşı, qanun layihəsinin 7-ci və 15-ci maddələr üzrə təkmilləşmələrin aparılmalı olduğu qənaətinə də gəlmişik. Hesab edirik ki, bu, təsdiq olunmuş büdcədə və ya növbəti ilin dövlət büdcəsində diqqətdə saxlanılacaqdır. Strateji sənədlərə adekvatlıq. Yeni büdcə layihəsi özündə ölkənin orta müddətli dövrə əsas strateji çağırışlarının, həmçinin Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının, o cümlədən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramının sonuncu il üzrə tədbirlərinin maliyyələşməsini ehtiva edir. Həmçinin layihə rəqəmsal iqtisadiyyat və süni intellekt kimi qabaqcıl konsepsiyalarında maliyyələşməsini nəzərdə tutur. Rəydə strategiyanın büdcə sənədləşməsində nəzərə alınması vəziyyətinə münasibət bildirməyə çalışmışıq. Qiymətləndirmələrimizə əsasən, strategiyanın makrofiskal göstəriciləri proqnozlarda, həmçinin əksər tədbirlərin maliyyə təminatı icraçı qurumların büdcələrində tam və ya qismən nəzərə alınmış, əksər tədbirlər üzrə isə qeyri-mali xarakterli məlumatlar təqdim edilməmişdir. Fiskal intizam normaları. Məlum olduğu kimi, cari ildə büdcə qaydasının fəlsəfəsində dəyişiklik edilmişdir. Qaydanın birinci göstəricisi olan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti hesablamalarımıza əsasən müvafiq hüquqi haqların göstəricisindən bir qədər çoxdur. Hesab edirik ki, qaydada aparılmış dəyişikliklər həmin hüquqi haqlara yenidən baxılmanı zəruri edir. Qaydanın digər göstəricisi dövlət borcunun ümumi daxili məhsula nisbəti təsbit edilən hədəflər çərçivəsindədir. Təbii resurslardan əldə edilən gəlirlərə qənaət və xərclərin optimallaşması fiskal intizamın gücləndirilməsini tələb edir. Bu əsasda hesab edirik ki, vacib olan fiskal intizamı təmin edən büdcə qaydasının zamanla sərtləşməsi gücləndirilməsidir. Hal-hazırki mövcud qayda daha çox qeyri-neft ümumi daxili məhsulun həcminin və nominal artımına, habelə qeyri-neft gəlirlərin artımına köklənmiş formada müsbət nəticələr verir. Makroparametrlərə adekvatlıq. Növbəti üçün real artım tempi 2,9%, nominal həcmi 134,1 milyard manat olmaqla tarixin ən böyük həcmdə ümumi daxili məhsulu və onun 28,6% nisbəti ilə ölçülən dövlət büdcə gəlirləri və 33,4% nisbəti ilə ölçülən icmal büdcə gəlirləri proqnozlaşdırılmışdır. Növbəti ildə iqtisadi artımın tamamilə qeyri-neft qaz sektoru hesabına təmin ediləcəyi nəzərdə tutulur. Növbəti üçün tərtib edilmiş proqnozlar strategiyada müəyyənləşdirilmiş 2021-ci ilə nisbətən 2026-cı ildə iqtisadiyyatın 1,2 dəfə, o cümlədən qeyri-neft qaz iqtisadiyyatının 1,3 dəfə artması hədəfləri ilə uyğunluq təşkil edir.
Bu göstəricilər üzrə strategiya uyğunluğun əsasən nəqliyyat, tikinti, informasiya və rabitə hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Büdcə sənədləşməsinin keyfiyyəti. 2026-cı ilin dövlət büdcəsinin layihəsi üzrə təqdim olunan sənədlərdə bəzi yeniliklər tətbiq edilmiş, məlumatlığın yüksəldilməsi istiqamətində müəyyən addımlar atılmışdır. Layihə ilə birlikdə təqdim olunan sənədlərə orta müddətli xərclər çərçivəsi ilə bağlı ümumi məlumatlar, habelə qanunvericidə nəzərdə tutulmuş dəyişikliklərin layihələri daxil edilmiş, dövlət büdcə xərclərinin dayanıqlı inkişaf məqsədləri ilə uyğunluğu barədə məlumatlıq genişləndirilmişdir. Bununla yanaşı hesab edirik ki, qarşıdakı illərdə fiskal diaqnostika alətlərinin tələbləri nəzərə alınmaqla, büdcə zərfinə daxil olan məlumatların siyasının, çeşidinin və keyfiyyətinin artırılması, maliyyə məlumatlarının qeyri-maliyyə məlumatlarla müşahidə edilməsi üçün addımların da atılmasına zərurət vardır. Fiskal risklər. Qanun layihəsinə dair izahata fiskal risklər kimi qiymətləndirilən amillərin tərkibi genişləndirilmiş, əvvəlki ildən fərqli olaraq xarici iqtisadi mühit və ticarət tarifləri, eləcə də dayanıqlı pensiya təminatı sisteminin formallaşması ilə bağlı çağrışlar da fiskal risklər olaraq göstərilmişdir. Biz bu riskləri bölüşürük. Eyni zamanda bildiririk ki, büdcə zərfində yalnız neftin qiyməti üzrə senarilər əsasında fiskal parametrlər şərh edilmiş, iqtisadiyyatın qeyri-neft qaz sektoru, eləcə də inflyasiya üzrə risklər və senarilər barədə də məlumatların açıqlamaların verilməsini təklif edirik. Hörmətli millət vəkilləri, büdcənin əsas parametrləri barədə, ilk olaraq gəlirlər barədə. Növbəti il üçün dövlət büdcə gəlirlərinin cari ilə müqayisədə artacağı proqnozlaşdırılmış. Qanun layihəsinə əsasən gəlir mənbələrinin 12-si üzrə artım, 7-si üzrə azalma nəzərdə tutulmuş. Bir mənbənin həzmi dəyişməz saxlanmış və bir mənbə üzrə proqnoz nəzərdə tutulmamışdır. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri cari ilin göstəriciləri ilə müqayisədə ümumi həcmdə ciddi dəyişiklik nümayiş etdirməsə də, gəlirlərin tərkibində əhəmiyyətli struktur dəyişikliklərin baş verməsi proqnozlaşdırılır. 2026-cı ilin icmalı, o cümlədən dövlət büdcəsində neft gəlirlərinin əvvəlki dövrlə müqayisədə azalacağı, qeyri-neft gəlirlərinin isə artacağı proqnozlaşdırılmışdır. Növbəti ildə dövlət neft fondundan transferin cari ilin proqnozu ilə müqayisədə 11,4% azalmaqla nəzərdə tutulur. Transferin azalması həm fondun vəsaitin qorunması, həm də dövlət büdcəsinin neft asılılığı baxımından azaldılması müsbət qiymətləndirilir. Eyni zamanda onu da qeyd edeyim ki, transferin dövlət neft fondunun gəlirlərinə nisbəti 98,5% təşkil etməsi gözlənilir. 2026-cı ilin dövlət büdcəsinin gəlirlərini təmin edən əsas fiskal qurumlar üzrə artım proqnozlaşdırılmışdır. Növbəti ildə bazı senari proqnozların icra olunacağı şəraitdə gəlir inzibatçıları üzrə proqnozların icrasında ciddi risklərin olmayacağı qənaətindəyik. Xərclər barədə. Növbəti il üzrə büdcə məlumatlarının təhlili xərclərin də strukturunda ciddi dəyişikliklərin nəzərdə tutulduğunu göstərir. Bu əsasən uçot siyasətində edilən dəyişikliklərlə bağlıdır. 2025-ci illə müqayisədə əsaslı xərclərdə azalma 1,2%, cari və dövlət borcuna xidmət xərclərində isə müvafiq olaraq 1,6 və 2,4% artım proqnozlaşdırılmışdır. Borca xidmət xərclərinin artımı dövlət büdcəsinin xərclərinin artımını üstəliyir ki, bu da onun büdcədə payının cüzi də olsa artımını şərtləndirilmişdir. Növbəti ildə dövlət borcuna xidmət xərcləri 2,45 milyard manat olacağı, faiz ödənişlərin isə bu xərclərin 56,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır. Beynəlxalq təşkilatların təhlilinə əsasən bir çox ölkələrdə borca xidmət xərclərini əhəmiyyətli hesab edərək bu xərclərin təhsil, səhiyyə və ətraf mühiti xərclərinin üstəliyini bildirilir. Növbəti ildə büdcə zərfinə əsasən borca xidmət xərclərinin gəlirlərin 6,4%-ni, xərclərin isə 5,9%-ni proqnozlaşdırılır ki, bu da məqbul səviyyədir. Hesablamalarımıza əsasən dövlət büdcə xərclərinin 41,7%-i icra prosesində bölgüsü həyata keçirilən xərclərdir. Bu xərclərin bloklaşmış hissəsi təxminən 9,2 milyard manatdan çox olması proqnozlaşdırılır.
Hesab edirik ki, bu xərclərin büdcədə payının azalması imkanları mövcuddur. Aparılan təhlillər göstərir ki, bloklanmış xərclərin icra prosesində bölünməsi dövlət satın almalarının planlaşma və metodlarına da təsir edir. Dövlət büdcəsindəki əsaslı xərclər üzrə komponentlərdən ikisinin işğaldan azad olmuş ərazilərə ayrılan vəsaitin və dövlət əsaslı vəsait qoyuşlu xərclərinin ümumi daxili məhsula təsiri daha əhəmiyyətlidir. Qeyd edim ki, növbəti ildə dövlət büdcəsinin əsaslı xərclərini təşkil edən əsas iki komponentin cəmi məbləği 6,2 milyard manat olması proqnozlaşdırılır. Büdcədə bu, xərclərin 14,9% olması nəzərdə tutulmuşdur. Lakin qeyd edək ki, il ərzində dəyişikliklər hesabına bu nisbət arta bilər. Dövlət büdcəsində əməyin ödənişi üzrə növbəti ildə xərclərin təxminən 25%-in təşkil edəcəyi gözlənilir. Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına növbəti ildə maliyyələşməsi nəzərdə tutulan 194 layihənin ümumi dəyəri 17,7 milyard manatdır. Vəsaitin 5-i yeni, 189-u keçid layihə üzrə nəzərdə tutulmuşdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, ümumi dəyəri 2 milyard manat təşkil edən 100 layihənin 2026-cı ildə başa çatdırılması üçün 661,5 milyon manat vəsait proqnozlaşdırılır. Növbəti ildə dövlət əsaslı vəsait qoyuşlu xərclərinin bir hissəsi 850 milyon manatı beynəlxalq kreditor qurumların təqdim etdiyi kreditlər hesabına layihələrin maliyyələşməsinə yönəldiləcəkdir. Cari ilin 9 ayında bu xərclərin icra səviyyəsi cəmi 13% təşkil etməklə büdcənin icrasından əhəmiyyətli dərəcədə geri qalır. Hesab edirik ki, müvafiq təşkilatların icra intizamının yüksəldilməsində zərurət vardır. Hörmətli xanım sədr, hörmətli cənab baş nazir, hörmətli iclas iştirakçıları, növbəti ilin büdcə layihəsi, habelə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşməsi ilə bağlı 3 əsas məqamı və tövsiyələri diqqətinizə çatdırmaq istərdim. Rəydə və çıxışımda əvvəlində bildirdim ki, növbəti ildə xərclərin strukturunda əhəmiyyətli dəyişikliklər uçot siyasəti ilə bağlıdır. Təsərrüfat hesablı müəssisələrin büdcə xərcləri üzrə əməliyyatların xəzinə müşahidə ilə aparılması nəzərdə tutulur. Bu dəyişiklik müvafiq vəsaitlərin icrasına nəzarəti təmin etmək, habelə ayrılan vəsaitin həcminin optimallaşması, əsaslı və cari xərclərin düzgün planlaşdırılması və icrası aspektindən müsbət qiymətləndirilir. Bununla yanaşı bir neçə məqamı qeyd etmək istərdim. Bu yanaşma publik hüquqi şəxslərdə dövlət sifarişi müqaviləsini ikinci dərəcəli sənədə çevrilir. Ümumiyyətlə, yeni yanaşma dövlət sifarişi anlayışına yenidən baxılmanı, həmçinin bu mexanizmin təkmilləşməsini, xüsusilə sifarişin qiymətinin müəyyənləşməsi ilə bağlı təkmilləşməni özündə labid edir. Digər istiqamət olan subsidiyalarla bağlı da təkliflərimizi irəli sürmüşük. Hesab edirik ki, dövlət büdcəsinin subsidiyanın ayrılmasının aydın və anlaşılan qaydaları olmalıdır. Qaydaların olmaması subsidiyanın yalnız əməliyyat xərclərinin qarşılanması üçün verilmə meyarının gözlənilməmə riski vardır. Bundan əlavə dəyişikliklər subsidiya və sifarişlə bağlı vergi qanunvericiliyindəki tələblərin təsirinin də diqqətdə saxlanmasını zəruri edir. İkinci təklifimiz 2024-cü ildən dövlət satın almaları haqqında yeni qanun qüvvədədir. Keçən müddət ərzində qanunun tətbiqi ilə bağlı icra prosesinə çıxan problemlər üzrə tərəfimizdən 20-dən yuxarı müxtəlif istiqamətdə təklif təqdim edilmişdir. 2025-ci ilin ilk 9 ayı ərzində 7,4 milyard manat məbləğində 13 mindən çox satın alma həyata keçirilmişdir. Bu, ötən ilin müvafiq göstəricisindən müqayisədə 1,2 milyard manat və ya 930 satın alma çoxdur. 2025-ci ilin ilk 9 ayında keçirilmiş satın almaların həm sayı, həm məbləği yeni qanun qüvvəyə minənədək keçirilən satın almaların təxminən illik göstəricinə bərabərdir. 9 ayda 6500-ə yaxın müsabiqəli satın alma keçirilmişdir. Hesab edirik ki, yeni qanun və cari nəzarəti həyata keçirən orqanın statusu ilə bağlı dəyişiklik rəqabətli satın alma mədəniyyətinin formalaşmasına səbəb olmuş, büdcə vəsaitlərinə əlçatanlıqla bağlı imkanlar genişləndirilmişdir. 2025-ci ilin ilk 9 ayında müsabiqə əsaslı dövlət satın almaları həyata keçirilmiş 1000-dən çox təşkilatın təxminən 60%-i
satın almalara ikinci rübdən, təxminən 30% isə üçüncü rübdən etibarən başlanmışdır. Qeyd edim ki, əvvəlki illərlə müqayisədə satın almalara gec başlamış təşkilatların sayında təxminən 20% azalma müşahidə edilir. Bunu müsbət məqam kimi qiymətləndirərək hesab edirik ki, bu göstəricinin daha da yaxşılaşma imkanları mövcuddur. Büdcənin icra faizinin optimallaşması üçün büdcə prosesinin satınlanma prosesi ilə əlaqələndirilməsinin artırılmasına ehtiyac var. Eyni zamanda hesab edirik ki, satın almaların vaxtında təşkil edilməsi üçün ilkin satınlama planı təsdiqindən sonra satınma prosesinin tam həyata keçirilməsi, başqa sözlə erkən başlanması ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər. Sonuncu qeyd etmək istədiyim məqam büdcə və maliyyə hesabatlıqla bağlıdır. Məlum olduğu kimi, cari illə Cənab Prezidentin müvafiq fərmanına əsasən dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşməsi, eyni zamanda rəqəmsallaşması istiqamətində tapşırıqlar verilmişdir. Hesab edirik ki, rəqəmsal həllin tətbiqi, kassa metodu əsasında tərtib edilən hesabatların təqdim edilməsi üçün müddətlərin tezləşməsinə xidmət edəcək. Eyni zamanda bu həllər kassa metodlu hesabatların hesablama metodu əsasında tərtib edilmiş hesabatlarla tamamlanmasına xidmət edəcək. Bu da qərar verənlər üçün dövlət maliyyəsi üçün daha dolğun təsəvvür formalaşdıracaqdır. Hörmətli millət vəkilləri, büdcə dövlətin funksiyalarının icrasının əsas maliyyə mənbəyidir. Bu əsasda çağırışlara adekvat cavab verilməsində dövlət büdcəsinin layihəsinin rolu ön plana çıxır. Təhlillərin nəticələrini ümumiləşdirərək, Hesablama Palatası belə qərara gəlir ki, Milli Məclisə təqdim edilmiş Azərbaycan Respublikasının 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanmış və təqdim edilmişdir. Sizlərə təqdim olunmuş 2026-cı ilin dövlət büdcəsi ölkənin maliyyə suverenliyinin möhkəmlənməsinə xidmət edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.